dünəndən bəri etirazlara baxmayaraq Elm və Təhsil Nazirliyindən bərbad imtahanla bağlı heç bir açıqlama yoxdur. Burada iki ehtimal var. Ya adamlar qəbul edirlər ki, bəli, düz deyirsiniz, doğrudan da imtahan belə idi. Ya da ki, biz bunu bilirik, sizi görürük, amma bu bizim üçün əhəmiyyətsiz bir şeydir. Biz sizə ümumiyyətlə necə ki, imtahanda sizi saymadıq, imtahandan sonra da sizin fikirləri biz ümumiyyətlə saymırıq. Bu bilirsiniz nə deməkdir? Bu, vətəndaşı, xüsusən də dövlətin üstünü olan müəllimi öz dövlətindən narazı salmaq, öz nazirindən narazı salmaq imtahan naziri təşkil eləməyib ki. Düzdür, imtahan kim təşkil edib? Azərbaycan ədəbiyyat sahəsindən cavabdeh bir neçə şəxs. Və imtahanı hamı sual yazana qarğış nazirə qarğış o sual yazana deyirlər ki, bunu belə yaz. Vəssalam, sən belə yaz, mən sən nə işinə qalıb? Düzdür, 2022-də də həmin sualı eyni adamlar yazıb. 23-də də, 24-də də, bugünkü sertifikasiyada da. Yəni, orada imtahan sualını yazan adamın bir günahı yoxdur. Ona deyirlər, bunu belələ vəssalam. Burada məsələ bilirsiniz nədir? Qərəz. Ya bir qərəz var, ya da ümumiyyətlə planlı şəkildə nəyə xidmət edirlər bilmirik. Bəlkə də hansısa xarici qüvvələrə mi xidmət edirlər, nəyə xidmət edirlər bilinmir. Konkret olaraq burada bir qərəz var. Azərbaycan dilini yavaş-yavaş məhv eləmək. Dili məhv eləmək üçün də bu dilin sütunu olan Azərbaycan dili və ədəbiyyat müəllimlərini sındırmaq, gözdən salmaq, onları öz dövlətindən narazı salmaq. Bu millət, bu müəllimlər həmişə dövlətinin, dövlət başçısının yanında birinci olan adamlardır. Siz bu insanlara qarşı bu hörmətsizliyi necə eləyə bilərsiniz? Və üstəgəl, biz iddia edirik, məsələn, mən iddia edirəm ki, 15 dənə dünənki imtahanda səhv var idi. Bu ürəkçisini ispat elə. Sual ortada yox. Dünən bir çox fənləri, bir neçə fənni durub izah elədilər. Amma Azərbaycan ədəbiyyatdan bir sual belə izah olunmadı. Niyə? Sən nəyi gizlədirsən ki? Söhbət ondan gedir ki, baxın, Dövlət İmtahan Mərkəzi fevral ayından başlayaraq, hələ abituriyentlər üçün, daha doğrusu hələ magistrına dövlət qulluğunu saymıram. Mart, aprel, may, iyun, iyul, 5 ay adamlar imtahan edirlər. Magistr dövlət qulluğunu nəzərə alsaq, il boyu adamlar imtahan edirlər. Yarım milyon adama bir ildə imtahan keçirirlər. Amma bu qədər problem olmur. Bircə dənə sualda problem var idi tarixdə. Uyğunsuzluq var idi, hər nəysə. Adamlar çıxdılar, onu müdafiə elədilər və gördülər ki, hə, problem var sualda, onu da şagirdlərin xeyrinə qəbul edir. Yəni, qurum özünə hörmət qoyur. Qarşı tərəf əgər bir iddia edirsə, 1 nəfər, 3 nəfər, 5 nəfər, 15 nəfər desə başqa şey. Dünən 2014 nə qədərsə adam imtahan verib, onun içindən tutaq ki, 500 nəfər olar ya olmaya Azərbaycan ədəbiyyat müəllimi imtahan verib. Bunların girin, mən dünən video paylaşmışam, orada 800-dən çox rəy var. Yarıdan çox yazıb ki, imtahan bərbad idi. Yəni, imtahan verənlərin 90% deyir ki, imtahan bərbad idi. Amma imtahan təşkil edən insan, şəxslər, məsul şəxslər çıxıb açıqlamasını vermirlər. Və sizdən tələb olunan budur ki, siz çıxırsınız canlı yayımda, sualları göstərirsiniz, bir suala 2 dəqiqə, 14 dənə mətn salmışsın. Ədəbiyyatdan sualı qoyursan ki, deməli, 4 dənə əsər verirsən, 4-ünə də aid fikirlər verirsən orada neçə dənə. 4-ünə də aiddir, 1-nə də aiddir, heç birinə aid deyil, hamısına belə şey olar, tapmaca deyə bu. Və nə qədər fikir, 14 dənə belə ekrana yerləşməyəcək qədər böyük mətni, sadəcə mətni oxumaq belə adamın 1 saatını aparacaq. Və sualın cavabını nə vaxt tapacaq? Üstəgəl tanış olmayan terminlə. Azərbaycan ədəbiyyat müəllimi məgər ağır elmi terminlərin hamısını bilmək məcburiyyətindədir. Siz müəllimi nə hesab ələ salırsınız? Məqsəd nədir burada? Olmaz. Əgər siz öz müəlliminizə hörmət qoymursunuzsa, cəmiyyətdə də hörmət qoyulmayacaq. Məhz müəllimi gözdən salmaq üçün atılan addımlardan biri ola bilər bu. Siz ən azından belə bir ağır siyasi vəziyyətdə, siyasi şəraitdə ən azından bunu etməməz. Vallah bugün onlarca adam müraciət edir ki, müəllim gedək, toplaşaq. Mən onu istəmirəm. Mənə bu lazım deyil və elə şeylərdə ümumiyyətlə müsbət baxmıram. Mən düşünürəm ki, insanlar işlərini bilən adamlardır. Durub ona görə Təhsil Nazirinin, nə bilim, mavini, digər dövlət rəsmilərinin xırda şeylər üçün məşğul eləmək olmaz. Ay, mən imtahanda 5 dənə mətn problemli olub. Ayıb deyir. Vallah, şəxsən mənə ayıb gəlir ki, durum, mən özüm bir dövlət rəsmisi olsam, mən özüm ayıb bilərəm, dərhal deyirəm ki, o məsələni həll edin oradan. Ayıb, məsələn, bu qədər böyütmək olmaz. Xırda bir şeydən ötürü insanları göz yaşda qoymaq. Onun uşaqlarını, adam balasının boğazından kəsib, hazırına pul töküb, əziyyət çəkib, günlərin, zamanın ayırıb, yazıq da,
ona hörmət qoymursan, onun uşağına hörmət qoy. Düşmənin də balasının uşağına hörmət qoyar ki, uşaqdır, uşağın bir günahı yoxdur. Siz öz millətinizə, qanı, canı öz millətinə, öz vətəndaşına bu zülmü eləyə bilməzsiniz. Bu haqqı sizə heç kəs verməyib. Son olaraq tələb budur ki, çıxın, sualları canlı yayımda izah edin. Problemli və həcmi normal 2 dəqiqədən artıq vaxt tələb edən bütün sualları müəllimlərin xeyrinə həll edin. Və əgər bununla düzəldə bilmirsə, o zaman 51 bal limitini sadəcə Azərbaycan ədəbiyyatı üçün eləyin 40. Bu müəllimlərin də problemləri həll olmuş geçsin. Bir daş altdan, bir daş üstdən. İnşallah bir də MİQ imtahanında görüşərik. Bu qədər. Sağ olun.